Sizce seçilmişlik iddiasında olan ve başkalarının etmeye hakkı olmadığını etmeye yalnız bizim hakkımız var diyen bir halk, bir devlet, bir ideolojiya Azerbaycan'ın özünə müttəfiq sayar mı? Bir etrafa bakın. Amerika hara azadlık aparıb? Vietnam'a azadlık mı apardı? Afganistan'ı xaraba qoymadı mı? Suriye'ni xaraba qoymadı mı? Irak'ı üç yere bölmedi mi? Seçilmişliği deyirlər, seçilmişliğe tərif verirlər. Üç, bax deyirlər ki, bizə vəd olunmuş torpaq var. Yəni güya Allah bunlara vəd etdikləri torpaq var. Vəd edilmiş torpaq birisi saradır. Nil çayı ilə Fərat çayının arası. Yəni indiki Mısırın bir hissəsi, düşünün. İndiki Türkiyənin bir hissəsi, Suriya, İrak, İordaniya, Körfəz ölkələrinin bir hissəsini əhatə edən nəhəng bir dövlət. Baxın bu dövr, bunlar xurafələrə inanırlar. Saxta din inancları var. Xəstədir bu dini inanc. Bu xurafələrin insanı və insanlığı bir dövləti, bir milləti nə hala gətirdiyinin bugün açıq şahidiyiz. Neden çok zulüm gördüler ve neden çok zulüm edildiler? Çünkü hurafelere bağlı bir dine inanırlar. Ve bunların bu hücumu sadece İran'a karşı değildir. Onlar Şiileri şeytanlaştırırlar. Bütün Müslümanları şeytanlaştırırlar. Kim onlara karşıdırsa şeytanlaştırırlar. Yani insanlığa karşı yaparlar bu işi. Şimdi bu xəstə dini anlayışa sahip, hurafeler esasında inşa olunmuş, özünü seçilmiş elan eden bir halk. Hatta deyirlər ki, cennet de ancak bizimdir. Bakın bu dünyanın demirlər, cennet de ancak bizimdir. Deyirlər ki, dikkat edin, inanışa bakın. Hurafenin böyüklüğünü görürsünüz mü? Deyir ki, Allah'ı biz tələsdirəcəyik. Yani onların inanışına göre İsa gelecek. İsa'nın gelmesi için biz Allah'ı mecbur etmeliyiz. Adam inanır ki, insan Allah'ı neyəsə mecbur edebilir. Ve ondan sonra da yeryüzünün hakimi biz olacağız. Bakın Allah'ın mübarek peygamber olan Hazreti İsa'nın da o mübarek irsini, mirasını necə istismar edirlər, güzel insanlar. Şimdi bu ağılda olan, bu düşüncede olan, bakın Trump'ın əxlaqına bakın. Narsist, təkəbbürlü, dünyanı bir şirket kimi idarə edən. Deməli, Amerika'da güzel insanlar. Xüsusi mərkəzlər var, izləsəniz görərsiniz. Hər gün Trump'ın neçə yalan danıştığını qeydə alırlar. Mesela dünənki hesaplamaya göre bir günde 32 dəfə yalan danışır. Bugün muharebe için her gün Amerika 1 milyar dolar pul itirir. Bakın dünyanın servetini neye xərcləyirlər onlar? İsrafa, yalana, öldürmeye, adam öldürürlər. Bak İran ordusuyla savaşmırlar, İran halkı ile savaşırlar. Yolla savaşırlar, ağaçla savaşırlar, çiçekle savaşırlar, suyla savaşırlar, neft emal zavodlarını vururlar, elektrik stansiyalarını vururlar, xəstəxanalara dağılırlar, günahsız insanları öldürürlər. Bizim bazı bu saxta millətçilər var. Onlar deyirlər ki, onlar Təbriz'i vurmurlar, onlar Urmiyanı vurmurlar, Azərbaycanı vurmurlar, Tehran'ı vururlar. Aman Allah'ım. Eğer sizin dediğiniz kimi olsaydı belə, bakın bu da bir ağ yalandır. Təbriz'i de vururlar, ondan sonra Urmiyanı da vururlar, Azərbaycan şəhərlərini de vururlar. Onların gözünde bütün Müslümanlar şeytandır. Deyək ki, tutaq ki bizim bu saxta millətçilərin dediği kimidir. Bakın size bir şey söyleyeyim, güzel insanlar. Tehran'ın əhalisi 15 milyona yaxın. Tehran'ın əhalisi deyirəm ki 15 milyona yaxındır. Tehran'ın əhalisinin yarısı Azərbaycan türküdür. Tehrana geçseniz ana dilinde danışmağa hiçbir çətinlik çəkməzsiniz. Taksiye binirsən Azərbaycan türkçesi danışır. Mağazaya git, restorana git. Hara gidirsən git. Elmi müəssisələrə git, universitetə git. Tələbələrin yarısı Azərbaycan türküdür. Yani demək istəyirəm ki sizin dediğiniz kimi olsa belə İsrail ve Amerika Tehran'ı bombalayırsa güzel insanlar, burada hem de senin soydaşın ölür. Sen necə milliyetçi olursan? Sen Təbriz'i, Urmiyanı, Azərbaycan şəhərləri, Tehran'ı ümumiyyətlə insanı bombalayan bir rejimi necə müdafiə edə bilirsən? Bu hansı ağıldır, bu hansı vicdandır, bu hansı insanlıqdır? Ve hem de buna inanırsan ki bu bombaları günahsız insanların üzerine tökən insanlar sənə azadlıq gətirəcək, xeyir gətirəcək, bərəkət gətirəcək, sənə bütöv Azərbaycan verəcək, eləmi? Bakın saxta milliyetçi deyirəm mən bunlara. Həqiqi milliyetçilik odur ki, xalqını bu bəladan qutarsın. Xalqının Təbrizdə, Tehranda, İsfahanda, Urmiyədə, Azərbaycanda, Bakıda yaşayan vətəndaşının dırnağına daş dəyməsin deyə gecə gündüz düşünən, bunun üçün çalışan insan gerçək millətini sevən insandır.